Məncə, Ermənistanın yeni konstitusiyasının mətnində müstəqillik bəyannaməsinə istinad olunmamalıdır. Bunu Ermənistan baş naziri Nikol Paşinyan qeyd edib. 2022-2023-cü illərdə, hətta 2024-cü ildə müstəqillik günü ilə bağlı müraciətimdə söyləmişdim. Bəyannamənin mətnini öyrənəndə, onu yenidən oxuyanda gördüm ki, mətn Ermənistanın müstəqil dövlətçiliyinin ola bilməyəcəyindən bəhs edir. Bu mümkün deyil. Yeni konstitusiyanın mətnində və ya yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad olunmamalıdır. Amma qərar verən xalqdır. Bu da mənim siyasi mövqeyimdir. Baş nazir vurğulayıb. Xatırladaq ki, Ermənistan konstitusiyasında istinad edilən müstəqillik bəyannaməsində Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün bu istinadın konstitusiyadan çıxarılmasını tələb edir. Bu, sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbidir. Ermənistanda konstitusiya dəyişikliyinə dair referendumun gələn il keçirilməsi gözlənilir. Ermənistanın Ədliyyə naziri Səbuhi Qalyan da martda hazırda mətni hazırlanan yeni konstitusiyada belə bir istinadın olmayacağını istisna etməmişdir.